Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bugün Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb. Fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Sonra dövlət başçısı və birinci xanım kənd sakinləri ilə birlikdə Novruz tonqalını alovlandırıblar. Paytaxt Bakı bayram ab-havasına bürünüb. Novruz bayramına hazırlıqlar çərçivəsində Bakının mərkəzi küçələri və parkları bayram atributları ilə bəzədilib, müxtəlif yerlərdə dekorativ xonçalar və səmənlər qurulub. Şəhərdə yarmarkalar, konsert proqramları və ənənəvi bayram şənliklərinin təşkili üçün hazırlıq işləri aparılır.